Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Və bugün bu gözəl Ajax'ın belə deyək, simvolik bir forması ilə, buna paradla adətən deyirlər. Bu azarkeşlər üçün, klub yetkililəri üçün hazırlanmış bir formadır. Təbii ki, meydanda oynanılan forma deyil. Onunla bir yerdə həm Ajax'ın oyundan danışacağıq, həm də digər oyunlardan danışacağıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 oyun seçmişəm sizin üçün. Ağlınıza batandan oynaya bilərsiniz. Burada 9 oyun demək olmaz əslində. Buna bir oyunda sadəcə öz fikrimi bildirəcəm ki, o oyundan mümkün mərtəbə uzaq dayanaq. Telegramın linki aşağıda, VIP qrupun nömrəsi aşağıda, sonra saytımızın linki aşağıda və saytımızı digər adminlər də izləyir. Məni bu sevindirir. Çünki o gün bir nəfər mənə yazıb ki, deyəsən Gəncədən yazmışdı bir qardaşımız ki, abi, Venetsiya özü ən çox qol ikinci hissədə vurar. Yəni, bəzi adminlər paylaşıb və yekə-yekə də yazıblar ki, gördünüz də. Halbuki mən bunu tezdən paylaşmışdım, saytımıza da qoymuşdum. Ona görə də mən həmişə bir şey deyirəm ki, bir insan, hər kəs öz vicdanı qədərdir, hamıya aiddir bu, vəzifəsindən, sərvətindən asılı olmayaraq. İkincisi, bu elə bir sektordur ki, mənim kimdənsə oğurladığımı heç kim bilməyəcək. Amma sizin məndən oğurladığınızı, elə dərhal tuturlar ki. Bu arada dünən Girona özü ən çox qol ikinci hissə. Möhtəşəm bir seçim növbəti dəfə gəldi. Sociedadın metrikası gəldi. Sevilla metrikası gəldi. Full. Sociedadın metrikası bir əmsalla geri qayıtdı da, belə deyək. Əsas odur, itkisiz getdi. Kimsə ağlına batıbsa, dəyərləndiribsə, nə xoş mənə. Getdik dostlar, yavaş-yavaş, sürətli şəkildə. Vaxtınızı çoxalmayacağım. Montajda da əziyyət çəkməyək, gec yüklənməsin video. Alaves, Valencia. Bunlar özləri bu əmsallarından bir-bir oynayıblar. Olar mı? Mən burada sizin başqa bir şey diqqətinizi cəlb eləmək istəyirəm. Datanı verdim. Oynayarsınız, oynamazsınız, özünüz bilərsiniz. Valencia'nın hazırda durumu elədir ki, riyazi olaraq konferans liqasına gedə bilər. Halbuki Valencia Roma kimi dibdeydi az qala. Ranieri orada gəldi, klubu qaldırdı. Burada da həmişə soyadını unuduram. Baraxanın Viran qoyduğu klubu, nəsə o yaxşı bir məşqçi, unutdum soyadını, nəsə o gəldi, düzəltdi vəziyyəti. Bu bir, Alavesin də durumuna özünüz baxın mütləq. İndi bu ən önəmli analizlərdən biridir. Bu mərhələdə, son 2-3 turda. Valencia'nın son vaxtlar oyun üslubu səfərdə elədir ki, ikinci hissədə açılır bu komanda, rəqibin yorğunluğundan istifadə edir və ikinci hissədə stabil olaraq qol vurur. Ən azından son 9 səfər oyununda biz bunu görmüşük. Bugün həmin tendensiya davam eləyərmi? Alavesin itirəsi çox şeyi var prizmasına yanaşsaq, Valencia'nın da hücum xətti keyfiyyətlidir. Bunu nəzərə alsaq, ağla batandır. 2.90 əmsaldır. Valencia özü ən çox qol ikinci hissə. Olsun, yəni görək bu seriyamız davam eləyəcəkmi? Qırılsa da əfv ola bu qardaşımıza. Datanı da verdim, özünüz baxın. Mən burada təxminən belə bir şey gözləyirəm, ssenari gözləyirəm. Açığı heç o da ağlıma batdı. Birinci hissə 0-0 və yaxud da ki, nə bilim, ikinci hissə 1-1 və yaxud da ki, birinci hissədə tutalım Alaves vurdu, ikinci hissədə Valencia vurdu, elə oyun x bitdi. Belə çox qollu oyun kimi gəlmir, amma bunu deməyə də dilim gəlmir. Alt tərəfdən həm bəxtimiz gətirmir, həm də oynamağı sevmirik. Villarreal, Leganes. Əvvəla bu 1 plus 2-500 əmsaldır. Olarmı? Niyə də yox? Valencia, Villarreal deməli, Çempionlar Liqasını, belə deyib də, betonlamaq istəyir. İndi mən bir şey deyəcəm, deyəcəksiniz ki, abi, neçə oyun deyil elədi əslində. Barry olmayanda, Thomas da səhv etməmsaldır. Thomas Barry olmayanda, o qara dərili oyuncu, mən biraz narahat olam. Çünki onun mövqeyində avtomatik olaraq Pepe oynayır, Nikola Pepe, keçmiş Trabzonlu, Arsenalı qazıqladığı o Lille'dən gələn. 70 milyon deyəsən saymışlar ona, Edu saymışdı. Sonra da getdi klubdan. Bu il getdi daha doğrusu. Deməli, Leganes'e xal lazımdır dostlar. Leganes döyüşəcək, axırıncı oyunlarda da bunu görürsünüz. Döyüşəcək. İstəyirsiniz sadəcə 2-500'də ortalığa ataq. 1.46 əmsaldır. Amma məncə Villarreal burada taimdə 1 topu var, məncə ikinciyində vuracaq. 2.80'dən yuxarı əmsal. Yox, üzr istəyirəm. Onu qeyd eləməmişəm. Villarreal'ın birinci hissədə 2-dən yuxarı əmsalı, 2 topunun özünün. Təəssüf ki, qeyd eləmədim bunu.
Mən bilmirəm, Villarreal burada coşub, çıldırıb handikap atarmı? Amma 1+2-500 gözlədiyim oyundur. Amma mən tərəfə getməyi bilirsiniz ki, sevirəm. Özü Villarreal da bu 1.30 falan açıblar. Normalda düz o deyə, yəni klas baxımından özü evində yəni sarı sualtı qayıq Leqanesi batırar. Yəni bombardıman eləyər, tutar. Deyim sizə kimin hesabına? Parrejo'nun təcrübəsinin hesabına, Bayena'nın klas və sürətinin hesabına, eyni şeydə Ayoza Perez'e aid edirəm. Ayoza Perez çox formdadır. Yəni bunlar fərq yaradır. Leqanes tərəfində özünüz bir zəhmət olsa araşdırarsınız. Mən yəni Pepe, bu arada Pepe oyununa baxmışam, Nicolas Pepe. Can qoyur ya oyunda. Demirəm can qoymur. Amma alınmır da, yəni tam belə ayaq uydura bilmir. Halbuki bəlkə də orada ən potensialı, ən texnikalı oyuncudur. Amma Parejo bir beyindir. O İspanlarda bilirsiniz, o 8 nömrə zonasında oynayan bir beyinlər olur həmişə. O doğrudan da o beyindir. Belə. Galatasaray Trabzon qısaca. Galatasaraydan dəhşətli bir start gözləyirəm hücumlar baxımından və Galatasaraydan time'da top gözləyirəm və çəkiləcəm qırağa. 1.50 əmsaldır. Groningen Ajax. 4-5 tur bundan qabaq Ajax artıq çempionluğunu qeyd edirdi ki, neçə xal fərq var idi, ondan yuxarı idi. Ajax'a nə oldu bilmirəm, 3 oyunda udmur, ikisini uduzub, birini neçə eləyib. Komanda öz əlləri ilə çempionluğu versə, Cruyff'un ruhu bunlara qənim olsun. Başqa da heç nə demirəm. Ajax qələbə, çakallarla dans artıq bəsdir. Yəni elədim bəs. Çox maraqlı bir şey var. Burada da qeyd etmişəm. Bayaqdan onu oxumaya çalışıram. Bunların aralarındakı son 6 oyuna fikir verin. Tərəfi artıq başa düşəcəksiniz. 3-1 Ajax udub. 2-3 Ajax udub. 6-1, 1-3, 3-0, 3-1. Ajax stabil olaraq 3 top vurub bunlara və udub. Bu da maraqlı bir notdur. Yazın bir kənara. Bilmirəm olar mı yoxsa yox. Ajax'ın qələbə 2-5 üstünü misli açıb 2-5-dən açıb qələbə 2-5 üstünü. 1-5 üst məncə gələcək qələbə Ajax'da. Sadəcə qələbə də oynamaq olar. Potensial Groningen'in qolu da var deyə, belə deyə, evində təhlükəli komandadır. Yəni mən burada Ajax öz əlləri ilə çempionluğu versə deyəcək bir şey yoxdur. Bunun adını siz məndən yaxşı bilirsiniz. Həm digər tərəfdən, həm də bu mərc baxımından ki, bunun adı nədir artıq? Bu rəzillik olar, yəni bunu məncə artıq araşdırmaq lazımdır. Yəni bunun komandanın yorğunluğu ilə və s. heç bir əlaqəsi yoxdur. Çünki paralel olaraq PSV evində zəif bir komanda ilə oynayır bugün, eyni vaxtda. Və PSV-nin xal itirəcəyini ağlıma belə gətirə bilmirəm. Yəni belə deyək də, ən pis halda 2-1 udar, 1-0 udar, amma udar. Belə. PSV-nin oyuna da əmsal götürmək olmur. Ona görə başqa bir oyuna getdim, görüm orada da özümüzü sınayacağım. Twente Alkmaar bu tipik gol-gol oyunudur, rahat. İkisi də konferans liqasına gedir, rahatçılığından dolayı komandaların. Yəni bu oyun valla gol-gol olmasa bu oyunda belə məncə bir azarkeş olaraq sorğulayaram, hər şey bir qırağa. Çağıraram Twente'nin rəhbərliyini, gedərəm. Onlar da var da bizdəkindən fərqli olaraq. Biz onların klub rəhbərləri S-klasslarda belə 60 mühafizəçi ilə gəzmir də. Fan klub girir rəhbərliyin otağına deyir ki, qardaş, bu nətər oldu ya sən Alkmaara gol vura bilmədin və ya da ki tərsinə. Ay Alkmaar, sən niyə Twente'yə gol vura bilmədin? Bir dənə mənə izah elə də. Hə, futbolun başqa tərəfi də var. Dünən Sociedad'ın oyununa baxdınız yəqin ki. Abi o oyunun haqqı bax ələ düşən fürsətlər hamısı yox, yarısı reallaşdırılsaydı oyunun haqqı 4-2 idi. 4-2. Ya bu bilmirəm, bunun futbolun bu tərəfi də var da. Heç kim gedib Real Sociedad'ı sorğulamayacaq. Amma 6 oyunda uduzmaq klubun ana sponsoru Reale, yəni İspaniyanın ən böyük sığorta şirkətlərindən biri artıq klubdan üzülüşüb deyib mən gələn il sizdən yoxam. Bu duruma saldılar klubu. Çünki klub sponsor nəyə baxır? Baxır ki, bu komanda oynayır yoxsa yox. Məsələn, Twente oynayır yoxsa yox. Oyunundan dolayı azarkeş kütləsi var yoxsa yox və s. və axırda bunlar hamısı şeydir, önəmlidir. Sociedad'ı bitirirlər sanki. Nəysə. Feyenoord Valvek oyunu. Burada da türklər demiş o laqaluqa eləməyəcəm burada. Axırıncı oyunda gördünüz də derbidə 1-dən 2 elədi PSV. Oyunu da bol qollu oyun kimi sizə demişdim zaten. Maşın bazarından. Dostlar, burada derbinin üzrxaxlığı var. Burada Çempionlar Liqasının play-off'unu garantiləmək lazımdır Feyenoord adından. Çünki Utrecht çiynindədir. Sağı solu bəlli olmayan komandadır. Bu arada Utrechtlə bağlı sizə sadəcə gələcək üçün də bir tüyo atım. Utrecht
ikinci hissələrdə daha çox oyanan komandadır. Bunu qoyduq bir qırağa, heç oyunu analiz eləməmişəm. Hər dəfə bunu VIP qrupa da yazıram. Onu harada gördünüz, o vaxt yazırdım. İndi ciddi bir stadiyadadır komandalar. İkinci hissədə tətikdə olan Utrecht oynayır. Derbinin üzrxahlığı, Utrechtlə xal fərqi, Van Persie'nin kimliyi və bu komandanın kimliyi, heyət olaraq deyirəm. 1. Bu arada, rəqibə də Valvekə də xal lazımdır. 1, yəni burada. Feyenoord birincisi də 2 top vurar. Bir də 6+. 3, 37 əmsaldır. 6+, 3, 37 əmsaldır. Gəlməsə canlı sağ olsun. Birinci hissədə Feyenoord vurar, 2 top, 2-0-2. Bayaq Villarreal'ın oyununda bununla qarışdırdım. Elə bildim, yazmışam əmsalını. Buraya yazmışam. 2-0-2 əmsaldır. Məncə detallı hər şey izah elədim. Birisi ki, izlədiyim komandadır. Gəlməsə də canlı sağ olsun. Fikstürə baxmamışam, amma ola bilsin bəlkə də axırıncı ev oyunudur. Nə bilim, indi ona özünüz baxarsınız. Belə şeylərə də önəm vermək lazımdır. Məsələn, Speziyanı dünən o baxımdan sizə demişdim də. Mən 4-0 gözlədim, 3-1 oldu, amma 3-5 üst gəldi. Olsun. Time'dan açıldı oyun və sizə demişdim ki, Speziya özü 3 top vura bilərdi orada. Düzdür, səsli analizimizdə Telegramda var idi. Sonuncu xahişimiz olacaq bugün Jerdan Şakiri və onun bazelindən. Sonuncu dəfə xahiş edirəm. Bir dənə bugün də 3-500 vəssə salam. Bax, söz verirəm, bilməm, bundan sonra məncə oyun qalıb, çünki baxdım oyundan sayı tək alınır. Tək ola bilməz də, bu riyazi hesablamadır. Xahiş edirik. Bir dənə axırıncı çakallarla dans, 3-500, rahatsan, çempionluğu qeyd eləmişsən, Şakiri çıxıb qəşək baza küçələrində balkon konuşması. Türkiyədən bizi izləyənlər varsa başa düşəcək nə demək istəyirəm. Deməli, bir dənə sonuncu xahişimiz. Bir dənə də 3-500, ən azından 2-500. Əl çəkirik səndən. Yerli dibli əl çəkirik. Potensial gol X oyunudur dostlar. Mənə görə 2-2, 3-3-ə qədər yolu var bu oyunun. İnşallah ki, tərsləməliyik. Və gəldik Zurnanın zırt dediyi yerə. Real Madrid, Mallorca. Dostlar, Real'ın dünən də demişdim sizə. Real'ın 75 xalı var. Atletico Madriddən 5 xal fərqi var. Real belə oyunlarda həmişə, belə mövsümlərdə çakallarla dans eləyə bilir. Siz bunu məndən yaxşı bilirsiniz. Real azarkeşləri inciməsin. Onun yerində Barsa'da olsaydı, eyni şey deyəcəkdim. Mallorca Konferans Liqasını metqalayıb, Rayo Vallecano'nun eyni xalı var. Əkiz əmsallar, dostlar. Real Valencia oyununu çıxardır. Bu mövsüm olmuşdu, yadınızdadır. Şok bir son dəqiqə qoluydu. 94-də, 95-də Hugo Duro deyəsən vurmuşdu. 1-2 oldu hesab. Time 2-12 eləmişdi Valencia. Amma mən baxıram bu oyundan əməli başda 1+ gol da çox çıxır, dəhşət çox çıxır. Və çox maraqlı bir şey var. Bu oyun Real'ın kimliyini nəzərə alaraq, mən Real azarkeşlərin bəzən xətrinə zarafatlaşırıq da, siz də mənlə mırtdaşırsınız Real Barsa azarkeşi olaraq. İndi bu mövsüm bizim mövsümdür, gələn mövsüm bəlkə də Barsa rəzil gedəcək, siz mənlə mırtdaşacaqsınız. Günümüz xoş olsun da, yəni heç bir klub sizdən məndən artıq deyil. Bu oyun dostlar, ya Mallorca olacaq məncə, ya da 2-dən 1-dir. Baxın, mən 1+ gol gəlsə də bu oyunu saymayacağım, analizimi. Ya 2-dən 1-dir, ya da Mallorca olacaq. Mallorca'nın qələbə 1-5 üstü bu arada ona yaxın əmsaldır. Yəni, anladığınız kimi, mən Mallorca'nın bir topunu 1.52 əmsalla götürüb çəkiləcəm qırağa. Mən Real'a güvənmirəm. Rodrigo'nun söhbətində yəqin eşitmişsiniz. Bilməm, bu Ancelotti də Braziliya millisinə getdi. Orada da karyerasını təsir edə bilərəm Rodrigo'nun. Mən özüm də o momentdə fikir vermişdim əslində oyuna. Rodrigo əməli başda demarş eləyib Ancelotti'yə qarşı. Ancelotti'nin də son vaxtda qərarları da belə normal deyil. Yəni, Barsa ilə oyunda şəxsi düşüncəmdir. Bu yaşda belə Modric daha çox fayda verərdi. Nəinki, Valverde'ni sağa çəkə bilərdin. Yəni, inanılmaz formada olan Rafinha'ya qarşı Lucas Vazquez'dən hamı narazıdır. Özü kapitanlığı da qoyamısan qoltuğuna, qoymusan cinaha. Adamı dümdüz eləyərlər orada. Elədilər də. Yəni, Modric girdi, asist elədi. Modric beyindir, bir toxunuşla həll eləyir oyunu. Məncə Modric olsaydı, mən dediyim sxema olsaydı, Valverde sağda olsaydı, Real bəlkə də udardı. Uduzmazdı, dəqiq. Belə dostlar, uğur olsun hamınıza, öpürəm, bağırma basıram. Allah'a emanet olun.